Erkən nigahlar cəmiyyəti narahat edən və qarşısı alınmayan problemlər sırasındadır. Valideynlər 18 yaşına çatmayan, xüsusilə təhsildən geri qalan qızlarını ailə qurmağa məcbur edirlər. Nəticədə qızlar ya toy günü evi tərk edir, ya da ki ailələri tez dağılır. Bunun qarşısı alınması üçün birinci növbədə insanlarla iş aparmaq, xüsusilə valideynlərlə iş aparmaq lazımdır. Valideyn anlamalıdır ki, uşağına erkən yaşda, xüsusilə qız uşaqlarının erkən yaşda ərə verilməsi, ailə qurulması düzgün hal deyil. Çünki qadın fiziki cəhətdən və psixoloji cəhətdən ana olmağa, qadın olmağa, ailə qurmağa hazır deyilsə, onu məcburi ərə vermək bir növ köləliyə məcbur eləməkdir. Erkən yaşda ailə qurmaq gəncləri, xüsusilə qızları təhsil almaq, işləmək hüququndan məhrum edir. Digər problem isə cütlüklərin arasındakı yaş fərqidir. 14-15 yaşında ailə quran qız daha çox yaşlı olan oğlanla evləndirilirsə, məsələn 30 yaşında oğlanla evləndirilirsə, 25 yaşında oğlanla evləndirilirsə, onda bu problemlər daha da dərinləşir və bir çox hallarda hətta qızın və həm öz sağlamlığına, həm də dünyaya gətirdiyi uşağın sağlamlığına mənfi təsir göstərir. Cinayət Məcəlləsində qadını nigaha məcbur etməyə görə 2000 manatdan 3000 manata qədər cərimə yaxud da 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Lakin eyni hallar 18 yaşına çatmamış şəxsə qarşı törədildikdə cəzanın müddəti 4 ilə qədər artır. Dayı, erkən nigahlara münasibətiniz necədir? Pis. Bax, əsaslandırın da, niyə pisdir? Ona görə ki, nigaha girən gənclər başa düşməlidirlər ki, ailənin mahiyyəti nədir, nədən ibarətdir, gələcəkdə onları nə gözləyir. Konstitusiyada necə yazılıb ki, 18 yaşından tez əslində qızlara ailə qurmaq məsləhət deyil. Oğlanlar da təbii ki, bir 22-25 yaşdan sonra evlənsələr daha yaxşı olar. Mənə elə gəlir ki, həyatda bu şeylər baş verirsə, yaxud o milli adət ənənəmizə uyğundursa, erkən nigahın eybi yoxdur. Əgər bu qanunla, yəni milli adət formasını alıbsa, erkən nigahın yaşını azaltmaq lazım. Yəni 18 yox, 17 yaşında da olar. Yəni özünüz, məsəl üçün, övladınızı 16-17 yaşında ailə qurmağına razı olardı? Mən? Əgər o görsəm ki, o artıq hazırdırsa müəyyən qədər ailə qurmağa, əlbəttə razı olardı. İlk öncə insan təhsil almalıdır, sonra təhsilli qadın, ailə quran qadın gözəl bir ailə sahibi olur. Yəni istənilən halda birincisi həm valideyn, həm də ki oğlan, qız gərək bu məsələdə qarşılıqlı razılığa gəlsin. Yəni tərəflərdən birinin razı, digərinin narazı qalması sonda ailənin bədbəxtliyinə gətirir. Erkən nigahların daha çox bölgələrdə, xüsusilə cənub zonasında olmasına baxmayaraq, buradakı gənclər kiçik yaşda ailə qurmağın əleyhinədir. Erkən nigahlara qarşı münasibətim çox pisdir. Nəyə görə? Çünki psixoloji pozuntuların da belə başlıcası erkən nigahlar olur. Əksərən qızlar öz dərsini, təhsilini davam etdirməmiş ailə həyatı qurmağa can atırlar. Təbii ki, bu onların ailə həyatında, xüsusən uşaqların tərbiyəsində böyük rol oynayır. Çünki ana, tərbiyənin əsasını ana qoyur. Ailə qurmaq hər gəncin arzusudur, amma vaxtında və düşünülmüş formada. Ayşə İsazadə, Elvin Hacəliyev, Bakı.